dünyanın en zəhərli qurbağası, zəhərli ox qurbağası haqqında 5 şok fakt. O kiçikdir, rengarenkdir, cazibedardır, amma sadəcə bir toxunuşla öldürə bilər. Bu, zəhərli ox qurbağasıdır. Harada yaşayır? Zəhərli ox qurbağası Kolumbiyanın trop meşələrində yaşayır. Rütubətli, isti iqlimdə əsasən Amazon yaxınlıqlarında tapılır. Nə üçün ox adlanır? Yerlilər bu qurbağanın dərinin zəhərini ov oxlarının ucuna sürtərək istifadə edirdilər. Onun zəhəri ov üçün çox təsirli silah olub. Üç zəhərinin gücü, cəmi bir qurbağa təxminən 10 nəfəri öldürə biləcək qədər zəhərə sahibdir. Zəhərinin adı batrakotoksin, sinir sistemini məhv edir, ürək dayanmasına səbəb olur. Təmasla belə təhlükəli ola bilər, dişləməsi yoxdur, amma dəri ilə təmas kifayətdir. Nörd niyə bu qədər rənglidir? Parlaq sarı, yaşıl və narıncı rəngləri onun məni yeməz siqnalıdır. Təbiətdə bu, zəhərli olduğunu göstərən xəbərdarlıq rəngidir. Maraqlı fakt. Bu qurbağalar əsirlikdə yetişdirildikdə zəhərli olmur. Çünki zəhəri tropikdə yediyi həşəratlardan alır. Deməli, qidalanması ilə əlaqəlidir.